Bu videoda mən də göstərəcəm necə pul çıxarda bilərsiniz. Keçirsiniz öz kabinetinizə və kabinetə keçdikdən sonra komissiya, mağaza, kutular. Bax, bu bizim panelimizdir. Və bu paneldə sizə hesabım söz lazımdır. Hesabım sözünə tıklayırsınız və burada isə çıxarış. Çıxarışa tıklayıram. Sonra çıxarma sözünə tıklayıram. Burada bizdən ya manatla, ya USDT ilə. Siz manatla əgər karta çıxarış etmək istəyirsiniz və USDT əgər birja çıxarış etmək istəyirsiniz, tıklayırsınız. Mən manatla çıxarış etmək kartı istifadə edərək sizə göstərirəm. Burada məsələn, sizin əgər məbləğ 48 manatdırsa və bütün məbləği çıxartmaq istəyirsiniz, yazmadan bütün çıxarmalar sözünə tıklayıb 48 manat avtomatik olaraq bura gələcək. Əgər hansısa bir məbləği burada qoymaq istəyirsiniz, istədiyiniz məbləği yaza bilərsiniz. Məsələn, 48, yox 40 və burada deməli 8 manat qalacaq. Biz təmimiz 48 manatı çıxarış edəcəyik indi. Kart sahibinin adı yazmaq lazımdır. Burada bizim müştərimizin adıdır. Siz də kartınızda olan adı, soyadı yazırsınız. Bank adı seçirsiniz. Baxın, görüm hansı banklarla biz əməkdaşlıq edirik. Tıklayırsınız 3 bucağa və burada bütün banklar. Bax, bu cür sürüşdürərək siz öz bankınızı seçə bilərsiniz. Məndə Kapital Bankdır. Kapital Bankı seçirəm ona görə və təsdiqlə sözünə tıklayıram. Təsdiqlə. Və kart nömrəsi yazırıq. Kart nömrəsi bax bu cür tıklayaraq yenə də rəqəmlər çıxacaq. Siz də kart nömrəsi yazırsınız. Və çıxarma sözü. Baxın, hər şeyi yoxlayandan sonra get sözünə tıklayırsınız. Get sözünə tıkladıqda siz hansı nömrə ilə qeydiyyat olmusunuz, həmin nömrəyə WhatsApp-a sizə kod gələcək. Bu təsdiq kodu bura əlavə eləyəcəyik. Baxın, kodlar belə WhatsApp yerdən gələcək sizə. Siz o kodu kopyalandırırsınız və keçid edirsiniz. Burada tıklayıb, saxlayırsınız və yapışdır sözünə. Tıklayırsınız. Vsyo, yaxşı sözü. Baxın, çıxarış uğurlu oldu. Təsdiq et. Və gözləyirsiniz. Nə qədər məbləğ azdır, o qədər də siz çox gözləyərsiniz. 72 saata qədər. Yəni, panikaya etməyə lazım deyil, narahat olmayın. Bütün pullarınız gələcək qəpiyinə qədər sizin kartınıza. Mənim gəlirim sözünə tıklayırsınız və baxırsınız 48 manat çıxarış tələbi artıq qəbul ediblər və çıxarış göndəriblər. 24-72 saatın içində. Hətta bundan da tez əgər məbləğ böyükdürsə, biraz